İranla Amerika müharibəsi rəsmi şəkildə bitdi. Bəs bu müharibənin qalibi kim idi? İran yoxsa Amerika? Cavab sizi təəccübləndirəcək. Sona qədər izləyin, heç kimin danışmadığı həqiqətləri açıqlamaq istəyirəm. Və mən nəsr illa min indillahil azizil hakim. Salam əleykum əziz və hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. İlk öncə çox güman ki siz bu videonu və mənim bu söhbətlərimi dinləyəndə artıq Məhərrəmin birinci gecəsidir, hansı ki biz hal-hazırda günorta saatlarında bu çəkilişi həyata keçirdirik və Məhərrəm ayının başlaması münasibətilə başda İmamıza qonaq olmaqla hamınıza başsağlığı diləyirəm və Allahdan ibadətlərinizi və əzadarlıqlarınızı ali dərəcədə qəbul etməsini təmənna edirəm. Bildiyiniz kimi hal-hazırda dünya gündəmi bir daha İranla Amerika müharibəsinə yönəlib və bu müharibənin rəsmi şəkildə bitməsi, ilk öncə Pakistan tərəfinin elanı, növbəti mərhələdə isə həm Amerika, həm İran rəsmilərinin təsdiqləməsinə görə bu müharibə burada da bitdi və bir razılaşma əldə olundu ki, 60 gün müzakirələr olunacaq, dərin və daha strateji və həyati mövzular əsasında. Lakin bu yerdə də bu razılaşma ki, hal-hazırda həyata keçib, burada hər iki tərəfdən bəzi imtiyazlar verilib və bəzi şərtlər həyata keçməsini öz öhdələrinə götürüblər və onların ən önəmlilərini inşallah bir yerdə araşdıraq. Ən önəmli məqam burada budur ki, İran tərəfinin istəyi ilə və İran tərəfinin təzyiq göstərməsi ilə Amerika qəbul edib ki, bütün cəbhələrdə atəşkəs olunur, o cümlədən Livanda və Livanın ərazi bütövlüyü və Livanın müstəqilliyi rəsmiyyətə tanınır və İsraili Amerika geri çəkməlidir və Livanın sərhədlərindən ki, daxil olurlar və işğal ediblər, işğal olunmuş ərazilərdən İsrailin geri çəkilməsini öz öhdəsinə götürür. Növbəti məqamda isə Amerika öz öhdəsinə götürür və söz verir ki, İrana qarşı dənizdə yaratdığı blokadanı ləğv etsin və gəmilər geri çəkilsin və İran azad şəkildə dənizdən və sudan istifadə edə bilsin öz satışları üçün və həyata keçirdiyi bu alış-veriş və strateji məhsullar ki, dənizdən Hörmüz boğazından keçirdi və ya neft satışı ki var idi, bunlar artıq azad şəkildə öz yoluna davam etsin və blokada məsələsi ləğv olunur. Üçüncü məsələ isə İranın bloklanmış pullarından müəyyən miqdarda azad olunacaq, miqdarı nə qədər olduğu fərqli rəvayətlər var. Dəqiq bir məlumat yoxdur, 25 milyon dolları deyənlər var, 12 milyard deyənlər var, 14 milyard deyənlər var, hətta 6 milyard dollar qədər iddia olunur. Və növbəti bir məsələ isə İran qarşılıqda Hörmüz boğazın keçidləri, yəni gəmi keçidlərini həm Hörmüz boğazından daxil olmağa, həm çıxışlarına öz öhdəsinə götürür ki, təhlükəsizliklərini bərqərar etsin və gəmi sayları müharibədən əvvəlki sayıya qədər çatsın. Yəni 130-180 arası gəmi ki, müharibədən öncə bu boğazdan keçid edirdi, İran həmən sayda gəminin keçidinə icazə versin. Və bu razılaşmaya biz baxanda çox sadə və çox rahat şəkildə başa düşmək olur ki, bu şərtlərin hamısı İranın istədiyi və İranın tələblərinə və İranın mənafeyinə uyğun yazılıb və burada, yəni tərəfsiz şəkildə baxanda çox açıq və çox aşkarcasına aydın olunur ki, müharibənin qalibi kimdir? Müharibənin qalibi əlbəttə ki, İrandır. Bütün dünyanın rəvayətinə görə, bütün dünyanın dediyinə görə bu müharibənin qalibi İran tərəfidir. Amma bu söhbət ola bilər ki, təkrar olsun, amma xahiş edəcəm ki, bir daha dinləyəsiniz, çünki çox önəmlidir. Müharibədə əsasən mühüm məsələlərdən ki, qalib və məğlubu təyin edən ən önəmli məsələlərdən biri və hətta mən deyərdim, ən önəmli məsələ budur ki, baxmaq lazımdır hansı tərəf, hansı hədəflər uğrunda mübarizə aparırdı. Amerika və İsrail koalisiyası İrana hücum edəndə hansı maraqları güdürdülər və nələr əldə etmək istəyirdilər bu hücumlarından və müqabilində İran isə nə iddia edirdi və İranın qırmızı xətləri nə idi? Bunları araşdıranda müharibənin qalibi və məğlubu kim olduğu daha da aydın olacaq. Baxın,
Müharibə, mən bu söhbəti yadınıza gəlsə xatırlasanız, ətraflı şəkildə izah etmişdim. Müharibənin başlamasında Amerikanın 5 iddiası var idi. Amerika və İsrail koalisiyası bu müharibəni başlayanda 5 hədəf uğrunda İrana hücum etmişlər. 1. Hakimiyyəti çevriliş etmək, hakimiyyəti devirmək və dəyişikliklər etmək. Və 2. İranın raket sənayesini lazımlı qədər zəiflətmək və məhdud etmək, yəni İranın raketlərinin 300 kilometrdən uzaq mənzilli olanların hamısını məhv etmək və yalnız 300 kilometrdə İranın raketlərini məhdudlaşdırmaq. 3. İranın müqavimət cəbhəsinə olan dəstəyini, yardımını və köməyini kəsməyi və onları tək qoymasını istəyirlər. 4. İranın nüvə enerji infrastrukturlarını tam şəkildə məhv etmək, bağlamaq və İranı hər hansı bir nüvə tədqiqat və fəaliyyətindən mən etmək. 5. İranın 60% zəncirlənmiş 450 kiloqramlıq uranını İrandan alıb, çölə aparıb onu zərərsizləşdirmək ya məhv etmək. Bu 5 hədəflə Amerika və İsrail koalisiyası İrana hücum etdilər. Müharibə gedərkən müharibənin birinci 10 günlüyündə, hətta birinci 15 günlüyündə biz iddia edə bilərik ki, Amerika bu mövqeyindədir və bu 5 hədəfi həyata keçirmək üçün vuruşurdu. Yavaş-yavaş hədəflər dəyişildi. Xatırlasanız müharibə gedərkən elə bir söhbətdə açıqladım ki, onlar 15 bəndlik bir razılaşma İrana təklif etmişlər ki, rəsmi şəkildə, yəni 15 bənddə deyirlər İran ki, təslim ol. Qeydsiz, şərtsiz təslim ol. Heç bir mənfəət, heç bir hüquq, heç bir xeyr İrana nəzərə almadan yalnız İrandan təslim olmasını və dizlərini yerə qoyub əlini qaldırmaq istəyirdilər. Qarşılıqda isə İran etina etmədi, vuruşdu, 40 gün müharibə etdi və sonda İranın 10 şərt təyin etdiyi çərçivədə danışıqlar razılaşdılar və sonra danışıqlar getdi və nəticədə dünən gecə saatlarında əldə olunan razılaşma oldu. Bəs araşdıraq və görək ki, bu 5 şərtdən və 5 hədəfdən ki, Donald Trump özü üçün açıqlamışdı və elan etmişdi, hansılarını hansı dərəcədə Amerika və İsrail koalisiyası həyata keçirə bildilər? Nələr əldə etdilər bu müharibədə? Birinci məsələ, bunlar deyirlər ki, rejim change ifadəsini istifadə edirlər. Yəni, hakimiyyəti devirib, yeni bir hakimiyyət iş başına gətirmək. Hansı dərəcədə bu işi həyata keçirə bildilər? Nə qədər başarılı oldular? Baxın, ali məqamlı rəhbər, şəhid İmam Seyyid Əli Xameneyinin şəhadəti ilə onlar elə düşünürlər ki, İranda daxildə çevriliş olacaq, İran hakimiyyəti öz ruhiyyəsini əldən verəcək və burada xalqın da, hakimiyyətin də, silahlı qüvvələrin də dirənişi çökəcək və məğlubiyyət olacaq bir növ. Bu hadisə baş vermədi. İran xalqı, İran hakimiyyəti, İran silahlı qüvvələri birləşdilər və əvvəlkindən daha möhkəm, əvvəlkindən daha güclü və əvvəlkindən daha çox bir-biri ilə birləşmiş və bir yumruq kimi düşmənə tərəf döndülər və mübarizə apardılar. 47 il bütün dünyaya dedilər ki, İran diktaturadır. 47 il İranda dedilər ki, təhqiramiz ifadələr istifadə etməsələr, molla rejimi, ayətullahlar rejimi və belə İslam rejimini, burada İslam Respublikasını daha doğrusu bir diktator rejim kimi göstərmək istədilər dünyaya və bunların hamısı puça çıxdı. Baxın, diktatora rejimi deyəndə yəni bir nəfər quldur, qəddar bir insan hakimiyyətdə durub və o adamın getməklə də o hakimiyyət və o strukturda dağılır. Və İranda göstərildi ki, xeyr, bu struktur, bu hakimiyyət, bu İslam Respublikası xalqa əsaslanıb, xalqın dəstəyi ilə ayaq üstədir və xalqın dəstəyi ilə də davam edəcək öz mahiyyətini və öz varlığını. Və o dedikləri bütün o boş-boş iddialar puça çıxdı. Bütün dünyanın dediyi kimi, yəni Ayətullah Seyyid Mustafa Xamenei ağa İranın yeni rəhbəri kimi təyin olunanda CNN-ə qədər, Wall Street Journal-a qədər, New York Times-a qədər, Amerikanın ən böyük xəbər agentliklərinə qədər, Amerikanın ən tanınmış ekspertlərinə qədər, Amerikanın ziyalılarına qədər, universitet professorlarına qədər hamısı dedilər ki, yalnız Trump edə bilərdi ki,
yaşlı bir Xameneyini cavan bir Xameney ilə dəyişsin. Burada da bir məqamı xatırlatmaq istərdim ki, 10 ildən artıqdır ki, düşmən istər Amerika tərəfindən, istər İsrail tərəfindən bir plan həyata keçirdirlər ki, İranda rəhbər canişinliyi günü İranda çevriliş etsinlər. Yəni, elə bir günə hazırdılar ki, İmam Seyyid Əli Xameney dünyasını dəyişəndə və İran yeni rəhbər təyin etmək istəyəndə bunlar çox müxtəlif, mürəkkəb və çox şaxəli bir çevriliş həyata keçirəcəklər və İranda həmən bir gün ki, rəhbər olmayacaqdı, həmən günü buranı və bu strukturu dağıtmaq istəyirdilər. Və ciddi planları var idi və orada təhlükəli planları var idi ki, yalnız Donald Trump kimi bir axmaq eləyə bilərdi ki, bu planı həyata keçməsini və ya o planın işə salınmasının qarşısını alsın. Necə ki, onlar hesablamırdılar ki, İmam Xameneyi həyatını dəyişməyi şəhadətlə olsun, hücumla olsun və müharibə ilə olsun. Onlar elə düşünürdülər ki, rəhbərlik canişin təyin olunanda onların daxildə qərb yönümlü insan adamları qalxacaqlar başqa bir iddialarla və digərləri başqa iddialarla İranda neçə dəstəlik yaranacaqdır, rəhbər olmayacaqdır və hakimiyyətdə ciddi problemlər yaranacaqdır. Amma gördüyünüz kimi, yəni İmam Xameneyinin öz ailəsi ilə, öz evində, sığınacaqdan uzaq, öz adi həyatını yaşayarkən şəhadəti İran xalqını oyatdı, İran xalqını birləşdirdi və bir cümlədə İran xalqı rəhbərin canişini olaraq onun oğlunu seçdi, beyət etdi və ürəkdən onunla əhd və peyman bağladı. Bununla da onların həmən o planları müflis oldu və həyata keçmədi, icra olunmağa belə başarılı şəkildə həyata keçirə bilmədilər. 2. İranın raket sənayesi haqqında. Sizə xahiş edəcəm ki, müharibə başlamamışdan öncəki günlərə qayıdaq. Müharibə başlamamışdan öncə Oman'da İranla Amerika arasında danışıqlar gedirdi. İran tərəfindən Doktor Əraksi, İran İslam Respublikasının Xarici İşlər Naziri danışıqlar heyətinə başçılıq edirdi və qarşı tərəfdə isə Vitkafla Kushner Amerika tərəfinin heyətinin nümayəndələri idilər. Və bu danışıqlarda İran nüvə sənayesi və nüvə zəncirləşdirilmiş nüvələr haqqında danışıqlar aparmaq istəyəndə Amerika tərəfi daim İsrailin tapşırığı ilə İranın ballistik raketlərini və pualarını irəli sürürdü və deyirdi ki, biz danışıqlarda gərək sizin raketləriniz haqqında danışaq ki, İran heç vaxt qəbul etmirdi. İran heç vaxt öz silahı və öz raketi haqqında müzakirə etməyib, amma onların belə bir iddiası var idi. Və İsrail tərəfindən deyilən bir şərti utanmadan irəli sürürdülər və deyirdilər ki, İranın bütün uzaq mənzilli və orta mənzilli raketləri məhv olunmalıdır. İranın raketlərinin mənzili 300 kilometrə qədər məhdudlaşmalıdır və İran təəhhüd verməlidir və İran imzalamalıdır və İran haqqı yoxdur ki, 300 kilometrdən artıq mənzilli olan raketləri istehsal etsin və bundan öncə istehsal etdiklərini məhv etməlidir və bütün yeraltı raket şəhərcikləri ki var, onların hamısının qapısını açmalıdır, Amerikanlılar daxil olmalıdırlar, nəzarət etməlidirlər, araşdırmalıdırlar və əmin olmalıdırlar ki, İranın uzaq mənzilli raketi qalmayıb. Belə bir iddiaları var idi, belə bir röyaları var idi, belə bir arzuları var idi ki, həyata keçirsinlər və güman edirdilər ki, İran zəifləyib və məcburdur ki, İran bu şərti qəbul etsin. İran nəinki heç bu şərtləri araşdırmadı, İran müzakirə etmədi, İran heç bu şərtləri və silah və raketləri haqqında danışıqları qəbul etmirdi. Amma onların, yəni fakt budur ki, onlar belə bir gözəntiləri var idi ki, İran bu haqda da danışsın və bu mövzularda da İranla razılaşma əldə etsinlər. Bu gün nə baş verib? Xatırlasaz müharibənin ilk günlərində də Donald Trump deyirdi ki, İran qitələr arası raket buraxmaq istəyir, İranın raketləri Amerikanı da təhdid edir, İranın raketləri, hal-hazırki raketləri Amerikanın regiondaşı bazalarını təhdid edir, Amerikanın müttəfiqlərini və mənafeyini təhdid edir deyə aradan qaldırılmalıdır bu raketlər. İlk günlərdə Donald Trump açıq-aşkar bunu elan edirdi və deyirdi ki, İranın raket sənayesi də gərək aradan qaldırılsın. İranın raket istehsal infrastrukturlarını, ambarlarını, şəhərciklərini kimsə qeyd edirmi? Ümumiyyətlə bu haqda danışan varmı? Ümumiyyətlə müzakirə olunurmu? Xeyr. Yəni Amerika artıq bunu anlayıb ki,
İranın raket sənayesinə və İranın raket gücünə, İranın hava kosmik qüvvələrinə ümumiyyətlə yaxın durmamalıdır və müzakirə olunasıdır və bu bir güc kimi qəbul olunub. Nə tək ki Amerika tərəfindən İran bu sənaye və bu hərbi gücün nəticəsində yeni bir süper güc kimi dünya təqdim olundu. İran 4-cü süper güc kimi təqdim olundu dünyaya. Bundan öncə deyirdilər ki, Amerika, Çin və Rusiya dünya süper güclərdilər. Bundan sonra 4-cü süper güc kimi İranı da təqdim edirlər. Bütün dünya, bəzən olur da, siz də təbii ki şahid olubsunuz ki, Azərbaycanda da çox idi ki, İran raket sənayesini aşaldırdılar, təhqir edirdilər, onun zəif olduğunu elan edirdilər, qeyri-ciddi olduğunu deyirdilər və ümumiyyətlə təhlükəli bir infrastruktur, hərbi infrastruktur olduğunu qəbul etmirdilər. Amma artıq bütün dünya hal-hazırda mən bu məsələdə kimlə lazım olsa bəhs edərəm və qane edərəm və mühüm insanlardan istat gətirərəm ki, bütün dünyada hal-hazırda İran ballistik raket, baxın mən hava qüvvələrindən danışmıram, bombalardan danışmıram, ballistik raketlərdən. Bütün dünyada qəbul olunub ki, İran ballistik raketlərdə bir nömrədir. Bütün dünyada qəbul olunub ki, dünyanın ballistik raketlərində ən güclü ölkəsi İrandır. İstər sayı baxımından, istehsal baxımından, dəqiqlik baxımından, sürət baxımından, texnologiya baxımından hər hansı bir sahədə bütün dünya artıq qəbul edib ki, İranın raket sənayesi misilsizdir, bənzərsizdir və rəqibi belə yoxdur. Bu, onların ikinci iddiaları və onların müharibədə əsasən də İsrail üçün bu çox önəmli bir məsələ idi ki, İranın raket sənayesi aradan qaldırılmalıdır. Edə bildilərmi bunu? Edə bilmədilər. Əksinə İran bu sənaye məsələsində də və bu raketlər mövzusunda da çox böyük nailiyyətlər əldə etdi. Bir, qeyd etdiyim kimi bütün dünyaya tanıtdırdı öz gücünü. İki, bu müharibədə və bu 60 günlük atəşkəsdə bu raket sənayesinin və bu raketlər ki istifadə olunurdu İsrailə qarşı, Amerika mənafe və bazalarına qarşı o qədər təcrübələr əldə olundu və o qədər öz raketlərində upgradelər, yəni yeniləmələr baş verdi. O qədər güncəlləmələr və proseslər baş verdi ki, artıq müharibədən əvvəlki baxımında da texnologiya və taktiki və texnika baxımından daha güclüdülər. Bunu İsrailə olan neçə gün bundan öncəki hücumlarında göstərdilər. Buna Kuveytdə və Bəhreyndə və Yordaniyada vurduqları hədəflərlə göstərdilər ki, raket sənayeləri və raket gücləri daha da güclənib. PUA məsələsində də belə. İranın kamikadze PUAları bütün dünyada döyüş taktikalarını dəyişdi. Milyon dollarlıq havada müdafiə sistemlərinin yararsız olduğunu sübut etdi. Havada o müasir qırıcıların və havada o müasir vertolyotların və müxtəlif döyüş təyyarələrinin hamısını özünə məşğul edən ucuzluq kamikadze pilotsuzlar dəyişdi. Baxın, görüntülər var ki, Amerikanın 100 milyonluq, 150 milyon dollarlıq bir qırıcısı düşüb bir Şahid 136 PUA-sının ardınca və onu vurmaq istəyir havadan havaya olan raketlərlə. Və taktikalar var. Onun sürətinin az olduğu Şahid PUA-larını mən görürəm ki, bəzi dostlar deyirlər ki, bunun sürətini qaldıra bilməzlər. Bunun sürətini qəsdən aşağı saxlayırlar o PUA-ları. Niyə? Çünki baxın, qırıcı və döyüş təyyarəsi müəyyən bir sürətlə getməlidir və o sürətdən aşağı gedərsə, o havada qala bilməz və düşəcək və məcburdur ki, o qırıcı bir sürətdən yuxarı olsun və o sürət Şahid qırıcı PUA-larının sürətindən qat-qat yuxarıdır. Ona görə bu qırıcılar rahat şəkildə gəlib PUA-nın qabağında, üstündə və ya arxasında durub onun üstünə lak edib vura bilmirlər və o çətinlik yaranır onlarda. Yəni, baxın, bunlar hamısı taktikalardır. Bunlar hamısı yeni döyüş taktikalardır ki, bu haqda mən sizə söz verirəm, bunu öncə demişəm, kitablar yazılacaq. Bu döyüşlər haqqında universitetlərdə, dünya hərbi universitetlərində dərslər keçiriləcək və dünya hərbi fikir otaqlarında bu taktikalardan ilham alınacaq, dərslər götürüləcək və müzakirə olunacaq. Yəni, həqiqətən Amerikanın və ya İsrailin istədiyi midir? Əlbəttə ki, xeyr. İran buradan nəinki öz raketlərini əldən vermədi, İran nəinki öz hərbi gücünü əldən vermədi, bəlkə də super bir güc kimi özünü dünyaya, regiona da deyil, bütün dünyaya özünü super güc kimi təqdim etdi. Və təbii ki, yəni bu mövzuda da qalib İran idi. Üçüncü məsələsində isə müqavimət cəbhəsinə köməklər. Baxın, deyirdilər ki, Livanda, İraqda, Yəməndə və ya digər yerlərdə İrana deyirdilər ki, müqavimət cəbhəsinə dəstək göstərmə.
həm maddi, həm hərbi, həm digər məsələlərdə onları dəstəkləmə və onlardan əlaqələrini kəs. Bu İrandan tələb olunur da ciddi şəkildə. Nə qədər bu işi bacardılar? Əsla. Bu işdə zərrə qədər qələbələri olmadı. Bu məsələdə zərrə qədər bunların nailiyyətləri olmadı. Əksinə, İran bundan öncə deyirdi ki, biz ümumiyyətlə proksi qüvvəsi anlayışını mən açıq şəkildə və ətraflı şəkildə izah etdim ki, bu ifadə yanlışdır və bu sözü istifadə etməyə heç kimin haqqı yoxdur. Amma deyirdi ki, bizim proksi qüvvəmiz yoxdur, bizdən kömək istəyirlər, biz də bəzən köməklər edirik. Mali baxımından və maddi baxımından köməklərini inkar edirdi bəzi məsləhətlərə görə. Hərbi köməklərini də inkar edirdi və dedi ki, biz yalnız məsləhət veririk, biz yalnız müşavirə veririk və belə bir dəstəklərimiz olur. Məsləhət belə tələb edildi ki, belə etsin. İran bugün yeni bir koalisiya yaradır. Bütün dünya göstərir ki, Livandakı Haqq-Səvər cəbhəsi, İraqdakı və Yəməndəki və İranın özü bir cəbhədir. Bunların hamısı bir yerdir. Beyrutu və Beyrutda Zahiyə bölgəsində şiələr yaşayır. Hədəfə alarsansa mən İran cavab verəcəm. Bu yeni bir qaydaydı və bu yeni bir düzen idi ki, Amerikaya və İsrailə İran yaşatdı və məcbur etdi ki, qəbul etsinlər. Deyir ki, nəinki mali kömək edəcəm, maddi kömək edəcəm bundan sonra, nəinki hərbi kömək edəcəm, bunlara silah da verəcəm, texnologiya da verəcəm, hətta onlara hücum edən mənlə qarşılaşacağım, müdaxilə də edəcəm. Baxın, bu müttəfiqlərinin nəinki bunun əlaqəsini kəsə bilmədilər, nəinki müttəfiqlərlə İran arasında fasilə saxlaya bilmədilər, bu cəbhəni birləşdirdilər. Necə ki, əziz Quds qüvvələrinin sərkərdəsi General Qani də çox gözəl buyurdu ki, bundan sonra bir cəbhə var. Yəni Livan, Yəmən, İraq və İran və ya digər müqavimət hissələri, cəbhələri, bunları heç kim ayıra bilməz. Doktor Qalibov da dünən qeyd etdi onun ki, bunları tək-tək tapıb, onlara hücum edib, onları zəiflədə bilməzsiniz. Bundan sonra hər hansısa bir hücum hamısına hücum və hamısına müharibə elanı demək anlamına gələcək. Və bunun məsələsi, bu da İran üçün çox böyük bir qələbə idi. Bütün dünyaya bir koalisiya yaratdığını göstərdi. Bütün dünya müsəlmanların içində öz hörmətinin nə qədər qalxdığını və məhəbbətinin nə qədər qalxdığını şahid olduq. Bu, təbii ki, İsrailin yuxusunda da görmədiyi bir məsələ idi və arzu etmədiyi bir məsələ idi. Növbəti məsələ isə İranın nüvə enerjisidir. Nüvə enerji infrastrukturlarını və obyektlərini Donald Trump nə deyildi? Yenə də qayıdaq müharibədən öncəki danışıqlara baxanda İran deyirdi ki, zənginlənmiş urandırsa, onun zənginlənmə faizini mən azalda bilərəm. Yəni 20% endirə bilərəm, 60% zənginlənmişi məhdudlaşdıra bilərəm və digər. Donald Trump nə deyirdi? Deyirdi, ümumiyyətlə sizin haqqınız yoxdur ki, nüvə zənginləşdirmə infrastrukturlarınız olsun. Yəni o bazaların hamısını məhv etmək, onların hamısını sıradan çıxartmaq və bir daha İranın hətta qeyri-hərbi, çünki İranda ümumiyyətlə hərbi məqsədlərə görə, maraqlara görə nüvə zənginləşməyib, açıq-aşkar elan olunan ən azından budur. Və deyirdi ki, ümumiyyətlə, yəni sizin nüvə zənginləşdirməyə heç bir haqqınız yoxdur. Hansı ki, İran NPT sazişnaməsinin bir üzvüdür. NPT də öncədən qeyd etdiyim kimi BMT-nin məcmuəsində və qanadında olan bir razılaşmadır ki, bütün ölkələr orada imza ediblər və nüvə silahı olan ölkələr orada qeyd olunub ki, öz nüvə silahlarını inkişaf etdirməyəcəklər, çoxaltmayacaqlar və nüvə silahı olmayan ölkələr də orada vəzifə, bu öhdəni daşıyırlar ki, nüvə silahına çatmayacaqlar və əldə etməyəcəklər və istehsal etməyəcəklər. İran bu əhdnamənin bir üzvü olaraq öz tibbi, öz əkinçilik sahəsində və ya digər bir məsələlərində enerji baxımından da ki, elektrik və digər enerjilər haqqında da nüvə bildiyiniz kimi, yəni dünyanın gələcəyidir. Öz fəaliyyətini davam edirdi, amma Donald Trump isə deyirdi ki, ümumiyyətlə bu olmamalıdır. İsrail ümumiyyətlə deyirdi ki, İranda heç bir nüvə zənginləşdirmə obyektləri və infrastrukturları və bazaları olmamalıdır və məhv olunmalıdır. Hansını edə bildilər? Son razılaşmada belə Donald Trump açıq-aşkar etiraf edirdi ki, bəli, mən bu razılaşmada
belə bir qərara gəldim ki, İran faizi aşağı zənginləşdirməni davam edə bilər, hansı ki nüvə silahını əldə etməyəcək və o nüvə silahına istifadə olunacaq səviyyəyə yaxınlaşmayacaq qədər. Və bütün infrastrukturlar yerində qaldı, yəni heç biri toxunulmadı, hamısı öz işinə davam edir. Günü bu gün, bu dəqiqə ki mən sizinlə danışıram, İranda nüvə obyektləri öz fəaliyyətlərini davam edirlər və heç biri öz işindən dayanmayıb. Bu şəhərdə ki, Rus atom şirkəti ilə, yəni Rusiya ilə müqaviləsi var və orada bərabər istifadə edirlər. Ki, dünyanın ən müasir və ən qabaqcıl texnologiyaya sahib olan nüvə obyektlərindən biridir bu şəhər. İstər İsfahanda, istər Nətənzdə, istər Fordoda, istər Semnanda ki, hətta yəni Amerika ilə bir rüsvay vəziyyətə düşüb ki, Semnanın adını belə çəkmir və heç onun olduğunu belə açıqlamır bütün dünyaya. Və bunlar hamısı öz işlərinə davam edirlər. Bu məsələdə də özləri öz etirafına görə İran davam edəcək. Baxın, bundan sonra 10 dənə müharibə olsa, baxın, bundan sonra 60 ildə bunlar müzakirə etsələr, bundan sonra bunlar, yəni qarşı tərəf İrana nə imtiyaz versələr də, heç vaxt İran nüvə zənginləşdirməsindən və o obyektlərdən və o infrastrukturlarından əl çəkməyəcək və bu işi davam edəcək. Bu aydın bir məsələdir. Bu şəhid rəhbərin tövsiyəsi ilə olan və o rəhbərin qanı ilə yaranan bir infrastrukturdur və bir texnologiyadır ki, bu ölkədə var. Burada da, yəni mən ki deyirəm, başqa bazalar da var ki, onlar xəbərləri yoxdur və ya xəbərləri var, amma nə baş verdiyini bilmirlər və o NPT-nin və Dünya Agentliyinin ondan xəbəri olmadığını və daxilində nə baş verdiyindən xəbəri yoxdur. Niyə? Çünki baxın, İran 47 ildir öz qarşısında İsrail və Amerikanı görür. Bir düşmən ki, 47 ildir bilirdi ki, bu müharibə baş verəcək və ona hücum edəcəklər. İki, nüvə gücü ki, biri dünyanın ikinci nüvə gücüdür ki, 6000-ə yaxın nüvə başlığı var. İndi bəziləri deyirlər ki, azdır, bəziləri deyirlər çoxdur, bilinmir, amma yəni çox sayda var idi. Və başında da bir dəli oturub. Hamı nə deyir, Donald Trump'a deyirlər, dəli də. Və bu müharibənin daxilində də neçə dəfələrlə İranı nüvə silahı ilə hücuma təhdid etdi. Dedi ki, onları daş dövrünə geri qaytaracaq. Nə deməkdir? Yəni ki, çox sayda İrana nüvə bombası istifadə edəcək və sonra dedi ki, İranda tezliklə güclü bir işığın partlayışı və İranda çox güclü bir partlayış və onun nəticəsində güclü bir işığın çıxmasını şahid olacaqsınız ki, nüvə hücumunun əlamətləridir və müxtəlif şəkillərdə də İranı nüvə hücumu ilə təhdid etdi. İran təbii ki, bu düşmənin qarşılığında indi nüvə başlığı olan silahları və ya yəni belə deyək, atom bombası var yoxsa yox, bilmirəm və bu mənim şəxsi düşüncəmdir ki, elə düşünürəm ki, var. Amma bu iki nüvə gücü olan, atom bombası olan güclə bu müharibəyə gəlirsə və onlar tərəfindən təhdid olunursa, İran gərək də öz nüvə sənayesini qeyri-şəffaf saxlasın, aydınlaşdırmasın. İran gərək də onu genişləndirsin, ölkənin neçə yerində böyütsün və heç kəsə də orada nə baş verdiyini məlumatını verməsin. Çünki bu İran üçün, İranın bir növ hakimiyyətin borcudur ki, öz xalqını qorumaq üçün bu işi həyata keçirsin. Və bu haqda da çoxlu danışmışıq. İnşallah vaxt olsa gələcəkdə bir daha açıq şəkildə deyə danışarıq. Növbəti bir məsələ İranın zənginlənmiş uranı. 450 kiloqramlıq uran. İran deyir ki, bu razılaşmada deyir ki, İran deyir, əgər o şərtlərə Trump və Amerika əməl edərsə, çünki birisi də bundan öncə İranla Amerika arasında razılaşma olub, əməl etməyiblər və həyata keçirməyiblər. Barack Obama'nın vaxtında sonra Donald Trump gəlib, o sazişnaməni cırıb və ondan çıxıb. Və 2 dəfə də müzakirə masasında olduğu vaxtda İrana hücum ediblər. İran ümumiyyətlə Amerika güvənmir və deyir ki, mərhələli olmalıdır. Yəni 60 gün ərzində İranın bloklanmış pullar azad olmalıdır. Bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəs bərqərar olunmalıdır. Blokada ləğv olunmalıdır və bunların qarşılığında İranın güvənini Amerika əldə etməlidir ki, İran gəlib nüvə məsələləri haqqında da müzakirə etsin. Müzakirə etsin nə deməkdir? Yəni İran heç vaxt nüvə zənginləşdirilmiş obyektlərini bağlamayacaq. Heç vaxt da nüvə zənginləşdirmədə əl çəkməyəcək. İran yalnız o 60% zənginlənmiş 450 kiloqramlıq urandan danışacaq ki, onun faizini azaldıb 20%-a ya daha aşağı faizi salsın. Bunu deyim ki, baxın, bu uranlar qaz halındadır və onları çox az bir zamanda, əgər Amerika öz
əhdlərini vəfa etməsə, əgər Amerika yenidən o sazişnamədən çıxarsa, sanksiyaların ləğv etməsi və sair məsələlər, o İran üçün çox qısa bir zamanda yenidən 60% və ya hətta 90%-ə qədər qaldırmağa kifayətdir. Bu bir. İki, kim bilir, kim dəqiq, qarantili şəkildə deyə bilər ki, İranın cəmi 450 kiloqramlıq nüvəsi var. Hardan bilirsiniz ki, bu 4 tondur? Hardan bilirsiniz ki, bu 40 ton deyil? Kim bilir bunu ki, İranın nə qədər həqiqətən zənginlənmiş uranı var? Dediyim kimi, İranın nüvə zənginləşdirmə mövzusu qeyri-şəffaf olub həmişə. 12 günlük müharibədən sonraki tamam şəkildə qeyri-şəffaf olub. Kim bilir ki, həqiqətən İranın zənginlənmiş uranı 450 kiloqramdır. Bu 450 kiloqramlıq nüvə ümumiyyətlə simvolik bir məsələdir ki, Donald Trump onu tutturmuşdu və deyirdi ki, İrandan xaric olmalıdır. İran bunları bizə təslim etməlidir. 200 gün bundan öncə kimi o söz deyirdi Donald Trump. Deyirdi ki, İran 450 kiloqramlıq uranı bizə verməlidir. Və o sözündən geri çəkildi. Deyir ki, İranda onun zənginlənmiş faizini azaltmaqla mən razıyam. Simvolik bir şeydir bu 450 kiloqramlıq. Yəni bunu balaca uşağa da belə deyilsə, biləcək ki, İran üçün o 450 kiloqramlıq uran çox da ciddi bir məsələ deyil. Niyə? Çünki bütün nüvə zənginləşdirmə mərkəzləri hamısı toxunulmaz şəkildə öz yerində qalıb, öz fəaliyyətini davam edir. Həmən mərkəz və həmən obyekt ki, bunu 450 kiloqramı 60%-ə qədər zənginləşdirib, sabahı zənginləşdirə biləcək. Və nə bilirsiniz ki, hal-hazırda 90%-lik zənginləşdirilir. Bu mühüm məsələdir ki, bunu qeyd etmək lazımdır. Tam şəkildə baxsaq, bu məsələlərə baxsaq və araşdırsaq, Amerika heç bir hədəfinə çatmadı. Qəti şəkildə demək olar. Heç bir istədiyi məsələdə nailiyyət əldə edə bilmədi və müharibənin mahiyyəti ümumiyyətlə dəyişdi. Bunlar bu 5 hədəf üçün gəlmişlər. Hörmüz boğazının açılmağından Donald Trump sevinir ki, Hörmüz boğazında bağlanmağı belə olacaq ki, İran əvvəldən deyir ki, mən rüsum almıram oradan və başqa ad qoyulur da. Deyir ki, biz burada ekosistemə və buradakı yaşayan heyvanlara, sudakı balıqlara və filana bu gəmilər ziyan keçirdilər Hörmüz boğazından keçəndə. Gəmilərin zibilləri düşür dənizlərə, dəmir tikələri düşür və burada salyaka yandırırlar və sair məsələlər səbəb olur ki, burada biz bunların hamısını qorumalıyıq və burada ekosistemi qorumaq üçün xərclər var ki, bu gəmilər onu ödəməlidirlər. Yəni belə bir ad qoyub və belə bir adla qalacaq və İran da istədiyi budur ki, Hörmüz boğazını kontrol etsin ki, Amerika da İranın hüququnu rəsmiyyətə tanıyacaq və Hörmüz boğazında olan bütün qanunlar da həyata keçəcək. Orada da İran hərbi gəmilərin keçidinə icazə verməyəcək, İsrailə aid olan gəmilərin keçidinə icazə verməyəcək və hər hansı bir ölkə bundan sonra İrana sanksiya həyata keçirmək istəyirsə, Hörmüz boğazından keçən gəmilər üçün ciddi problemlər yaranacaq. Və açıq-aşkar deyim, yəni bu sazişdə və bu razılaşmada bu günə qədər, bu yerə qədər hər şey İranın xeyrinədir. Kimsə deyə bilər ki, bəli, İsrail deyib ki, biz bu razılaşmanı qəbul etmirik və hələ də Livanın cənubunu vurur. Baxın, bu zahirdə acınacaqlı bir şeydir. Bəli, Livanda şiə yaşayan zonalarda onların hamısı və vurulur və itkilər də şiələr tərəfindən olunur. Amma baxın, həqiqət budur ki, Amerikada, Vaşinqtonda o gizli dövlət ki, biz həmişə ondan bəhs etmişik, Donald Trumpa icazə verib ki, Netanyahu və İsraildən icazə almadan və onların razılığı olmadan belə bir razılaşmanı əldə etsin. Yəni Donald Trumpa burada elə bir ixtiyar verilib ki, yəni heç bir dosyalardan qorxma, kompromatlardan qorxma və belə bir razılaşmanı həyata keçirdi İsrail. İsrail məcburdur Amerika tərəfindən, məcbur olunacaq ki, atəşkəsi riayət etsin və Livan ərazisindən geri çəkilsin. Və əgər olmazsa, baxın, İsrail hal-hazırda çox təzyiq olunmuş bir vəziyyətdədir. Hal-hazırda İsrail başçıları Netanyahu'dan tutmuş, bu Smotrich'e qədər, Ben-Gvir'ə qədər və o müdafiə nazirlərinin adı nədir? Hal-hazırda unutmuşam. Avropa ölkələrinin çoxusuna, Fransaya qədər onlar daxil olmaq icazələri yoxdur və geçsələr həbs olunacaqlar. Avropa artıq məcburi şəkildə İsraili təkləyir və onların buraxır dəstəyini. Amerikada da Amerika xalqının ciddi narazılığı səbəbindən Amerikada məcburdur ki, İsraili tək qoysun. Və əgər bu atəşkəsə İsrail əməl etməzsə, əgər hücumlarına davam edərsə, Amerika onu dəstəyini məcburdur kəssin və bu cəbhə ilə İsraili baş-başa qoysun. Bu belə baxanda strateji baxımından, yəni bu cəbhənin, haqsevər cəbhənin xeyrinədir və bu hadisə də baş verəcək. Yəni onların heç bir şansları yoxdur ki, atəşkəsi əməl etməsinlər və o ixtilaf ki, biz deyirdik ki, Amerika ilə İsrailin arasında artıq bu başlayıb
və inşallah get-gedə dərinləşəcək və heç kəs də bunu inkar edə bilməz. Xüsusilə də hal-hazırki vəziyyətdə. Və ona görə hər tərəfli bu qələbə, bu razılaşma qələbədir və bu mövzudan da və bu razılaşmadan da ən çox narahat olanlar İsraillərlə İsraildə indi o İsrailin tanınmış və böyük və nüfuzlu adamların hamısı bu razılaşmanı İsrail tarixinin strateji baxımından ən böyük və ən ziyanverici məğlubiyyəti qələmə alırlar. Yəni İsrail daxilində bu razılaşmaya elə baxırlar. Və sizə bir şey deyim, İran daxilində də bu sədalar var və onların cavabı verilir. Amma mən baxmışam ki, Azərbaycanca danışanlar da bəzən deyirlər ki, bəli, bu razılaşma xəyanət oldu və burada filan kəs xəyanət etdi, burada da filan İraqa belə bir hücum olacaq, Livana belə eləyəcəklər, İran zəiflədi, İran məğlub oldu bu vəziyyətdə. Livanın satqın prezidenti ki, Amerika tərəfindən orada iş başına gəlib, bugün İrana təşəkkür verdi. Həmən adam ki, CNN-lə müsahibəsində deyirdi ki, İran başa düşməlidir ki, Livanın qərarları bundan sonra Beyrutda alınacaq, Tehranda deyir, İran haqqı yoxdur bizim daxili məsələlərimizə, bundan sonra müdaxilə etsin, belədir və biz İsraillə özümüz razılaşma əldə etmək istəyirik və filan. Həmən insan bugün İrandan təşəkkür edib bu razılaşmada Livana görə. Niyə? O başa düşüb İsrailin və Amerikanın adamı olan Livan prezidenti ki, adıdır başa düşüb ki, bu razılaşma İranın və İran cəbhəsinin xeyrinə idi, siz hələ başa düşməyibsiniz. Sizdən də izləyicilərimizi demirəm, həmən o kəslər ki, bu razılaşmanı məğlubiyyət kimi, İranın məğlubiyyəti kimi qələm alırlar. Açıq aşkar deyəcəm, burada heç kəsdən çəkinəcəyim yoxdur. Hər kim bu qələbədən narahat olursa, bilin ki, bu razılaşmadan və İranın bu qələbəsindən ən çox narahat olan İsraillərdir. Kim bu qələbədən narahat olursa, bilin ki, hardan xətt alır, hara bağlıdır və kimin mənafeyini güdür. Burada çəkinəcək heç bir şey yoxdur. Doktor Mərəndi ki, çox adını çəkmişik, dünən gecə saatlarında bir Twitter vurdu və orada deyir ki, Zahiyəyə hücum ki, dünən baş verdi və bütün dünya gözləyirdi ki, İran cavab verəcək və cavab verilmədi. Qarşılığında Amerika çox böyük imtiyazlar verdi. O cümlədən Livanın ərazi bütövlüyünü rəsmiyyətə tanımaq idi. Deyir ki, danışıqlarda bir düyün yaranmışdı və danışıqlar qabağa getmirdi. Netanyahunun bu tarixi axmaqlığı, stupid backfire, yəni axmaqlığı. Burada historik ifadəsini, yəni tarixi idi, bir hadisəyə baş verdi və səbəb oldu ki, danışıqlarda o düyün qırılsın və Amerika məcbur olsun ki, İranın istədiyi şərtləri razılaşsın. Və İsrailin daxilində bu haqda nələr deyirlər? İsrail müxalifət lideri, yəni bu Netanyahu deyil, öbürü partiyanın lideri, Yair Lapid tərəfindən paylaşılan fikirlər var ki, Twitterdə paylaşıb. Bunları sürətli şəkildə bir izah edeyim və oxuyayım ki, siz də baxasınız. Çox mühüm məsələdir. İsrail daxilində olan fikri bilmək mühüm məsələdir hal-hazırki vəziyyətdə. Deyir ki, hələ də ümid etməliyik ki, İranla razılaşmaya dair xəbərlər doğru olmasın. Yəni, o qədər şiddətli şəkildə onlara şok yaradıb ki, bu xəbərlərin doğru olmamağını istəyirlər, arzu edirlər. Ancaq əgər doğru olsalar, bu İsrailin xarici siyasəti və təhlükəsizliyi sahəsində ən böyük uğursuzluqlardan biri və bütün bunlar Netanyahu adına yazılıb. Yəni, deyir ki, ən böyük uğursuzluqlardan biridir və İsraili xilas etməyə çalışırlar. Deyirlər ki, bu Netanyahunun səhvidir, İsrailin deyil. Yəni, İsrail elə bir vəziyyətə çatıb ki, Netanyahunu İsraildən ayırıb, İsraili xilas etmək istəyirlər. Və gəlir burada nəsə qeyd vurur. Bir, yəni Netanyahu, Amerikalılara həddindən artıq xoşbin ssenari satdı. Müharibədən öncəki gedirdi Ağ Evə və gedirdi Amerikalılarla danışanda müharibənin necə olacağı planı haqqında ki, deyirdi, onu deyir. Deyir ki, yəni Netanyahu Amerikalılara həddindən artıq xoşbin ssenari satdı, risk xəritəsini onlara izah etmədən onların etimadını müharibənin ortasında itirdi. Yəni deyir ki, o xoşbin cəhətdə getdi ki, bəli, belə olacaq, elə olacaq, 4 günlük müharibədə istəyirlər ki, İranı məhv etsinlər, amma müharibənin ortalarında artıq Vaşinqtonda və Amerikalıların etimadını özünə qarşı əldən verdi Netanyahu. 2. ABŞ administrasiyasında o separatçı ünsürlərlə işləmək üçün peşəkar bir komanda formalaşdırılmadı. İranın separatçı qüvvələri ki var idi, istər bu Pəhləvinin adamları olsun, istər digərləri haqqında onların üzərində işləyəcək düzgün bir komanda yaratmadı və İranın
daxili o ixtişaş istəyirlər və xalqı ki istəyirlər ki, hakimiyyətin dəstəkləməsini, o məsələsində lazımlı şəkildə onların öz düşüncəsində işləmədi. Amerikalıları İranın neft və enerji obyektlərini bombalamağa inandıra bilmədi və məsələni bundan əvvəl həll etmədi. Yəni bunlar gərək Yair Lapidin sözlərinə görə Netanyahu Amerikalıları qane etməlidir ki, müharibə başlayaraq İranın neft infrastrukturlarını vursunlar ki, İran neft sata bilməsin və iqtisadi baxımından böhran yaşasın və bu işi həyata keçirə bilmədi. Amerikalıları ballistik raketlər məsələsini razılaşmaya daxil etməyə, hətta danışıqlara gətirməyə belə inandıra bilmədi. Baxın, o qeyd etdiyi məsələ, İranın ballistik raketləri hal-hazırda müzakirə mövzusu deyil və bundan sonra da heç vaxt müzakirə mövzusu olmayacaq. Və bu da bunu Netanyahunun gözündən görür. O, yəni Netanyahu, Hörmüz boğazında sərbəst keçidin əhəmiyyətini lazımınca dərk etmədi. Müharibədən öncə Hörmüz boğazı açıq idi və hamı oradan rahat keçə bilirdi. Bunun əhəmiyyətini yəni Netanyahu düzgün başa düşmədi. Boğazın bağlanması ehtimalı müharibədən əvvəl gündəmə gətirilmişdi. Amma bu barədə heç bir ciddi müzakirə aparılmadı. Müharibədən öncə yəni ağıllı və güclü ekspertlər dedilər ki, müharibə başlayarsa İran Hörmüz boğazını bağlayacaq. Bu gündəmə gətirilmişdi, ünvanlanmışdı. Amma Netanyahu səbəb oldu ki, müzakirə olunmasın və Vaşinqtonda bu məsələ ciddi şəkildə araşdırılmasın. Ki Pete Hegseth də bunu etiraf etdi ki, o qoymadı. Pete Hegseth də hamı bilir də İsrail lobbisidir. Amerikanın müharibə naziri. O, Kürdlərlə bağlı proqramı Türkiyənin gözlənilən reaksiyası və Ərdoğanın təsirini nəzərə almadan irəli apardı. Kürdlər bilirsiniz də İran daxil olmalıdırlar. Kürdlərə çox sayda silah çatdırılmışdı və bu xoşxiyal bir məsələ idi və Kürdlər bu məsələni həyata keçirmədilər. İndi bu lənətlənmişin nəzərinə görə bu Türkiyənin nüfuzu və Türkiyənin işinə görədir, amma həqiqət elə deyil. Həqiqət budur ki, İran Kürd separatçılarının bazalarını və mərkəzlərini o qədər şiddətli vurdu ki, bunlar heç tərpənə bilmədilər və hərəkət edə bilmədilər. 7. ABŞ-da neft qiymətlərinin yüksəlməsinin Konqres seçkilərindən bir neçə ay əvvəl nə qədər vacib olduğunu nəzərə almadı. Neft qiymətinin qalxmağı, xalqın oradakı narazılıqları və qabaqda da Konqres seçkiləri gəlir və respublikaçılar da bu seçkilərdə çox böyük ehtimal məğlub olacaqlar və bu riski də nəzərə almadı və əsas məsələlərdən də biri bu idi ki, Donald Trump hazır oldu çox böyük imtiyazlar versin. Sanksiyalarının ləğvinin və İran iqtisadiyyatına 10 milyardlarla dollar vəsait axıdılmasının, hansı ki, İnqilab Keşikçiləri Korpusunun nəzarəti altındadır, əhəmiyyətini nəzərə almadı. Baxın, İsraillər özləri etiraf edirlər ki, bu razılaşmanın nəticəsində İranın 10 milyardlarla vəsaiti azad olunacaq və İrana köçüləcək. Amma bəziləri ki, özlərini necə deyərlər, haqsevər cəbhəsindən biri bilirlər. Deyirlər ki, yox, bu hadisə baş verməyəcək və İran məğlub olub bu müharibədə. Körfəz ölkələrinin enerji obyektlərinin bombalanması ehtimalını nəzərə almadı və Körfəz ölkələri ilə münasibətlərdən onları ortaq müharibəyə cəlb etmək üçün istifadə edə bilmədi. Donald Trump'a əsas təzyiqlərdən də biri Körfəz ölkələri oldu. Yəni Fars körfəzinin cənubundakı ərəb ölkələr ki, bombalandılar, böyük ziyanlar aldılar. Bunlar Vaşinqtona təzyiq etdilər, Trump'a hələ də təzyiq edirlər ki, bu müharibəni qutar və bir daha başlatma. Bunu nəzərə almadı ki, heç, hətta İmarat ki, biz deyirik ikinci İsraildir və ərəblər ki, nə qədər İsraildən qorxurdular bu müharibədən öncəyə qədər, bundan istifadə edib onların özlərinə də İrana qarşı cəbhə açmağı bunlar gözləyirlər ki, bunu həyata keçirə bilmədilər. Bunlar hamısı o hadisələr baş verməlidir və baş verməyib və bunlar hamısı öz növbəsində strateji məğlubiyyətlərdir ki, qarşı tərəf alıb. Livan hökuməti ilə danışıqlar aparmaq üçün aşağı səviyyəli bir komanda təyin etdi və nəticədə Livan hökuməti Livan məsələsini də onun nəzarətindən çıxartdı. Bilirsiniz də, İran gəldi danışıqlarda Livan cəbhəsini də qeyd edəndə Livan prezidenti və baş naziri ki, satqındılar hər ikisi də, dövlət bütün satqındır orada təəssüflər. Dedilər ki, İran haqqı yoxdur, biz danışıqlara daxil etsin və biz özümüz müstəqil danışıqlar aparacaq qabağa və danışıqlar oldu Vaşinqtonda iki səfir arasında, Livanla İsrail səfirin arasında və bu danışıqlardan heç bir bəyaniyyə belə çıxa bilmədi, müştərək bəyaniyyə və Livan dövləti gördü ki, artıq çarəsi yoxdur və İranın bu razılaşmada Livanı müharibəyə atəşkəsin bir şərti kimi qeyd etməyi razılaşmalıdırlar. Və bu da yəni onların səbəb oldu ki, onlar istədilər ki, Livan dövləti əvvəl oradakı cəbhəni silahsızlaşdırsın, silahların əlindən alsın, sonra nəsə imtiyaz versin ki, verməyəcəkdir və bu gecikdirmə səbəb oldu ki, Livan dövləti də məcburi İran tərəfinə gəlib İranın istəklərini
qəbul etsinlər. İran tərəfinə gəlmədilər, sadəcə məcbur oldular. Öz xalqlarının onlara göstərdiyi təzyiqə görə məcbur oldular ki, qəbul etsinlər. Bu mühüm məsələdir. Müharibənin ortasında Ron Dermeri Mossad rəhbəri ilə əvəz etdi. Ron Dermer Trump'ın üzr istəyirəm Netanyahunun baş müşavirlərindən biridir. Netanyahunun ən güvəndiyi insanlardan biridir. Mossadın rəhbəri dəyişildi və Ron Dermeri onun yerinə gətirdi. Niyə? Çünki Mossadın rəhbərinə güvənmirdi və hələ də elə düşünülür, müharibənin əvvəlində düşündü ki, onu öldürmək istəyirlər daxildə. Netanyahu onun qarşısına, onun əleyhinə bir çevriliş həyata keçirmək istəyirlər və o qorxudan hamını dəyişdi, öz güvəndiyi adamları gətirdi ki, hansı ki qeyri-mütəxəssis adamlar idi və səbəb oldu ki, İsraili mənafeyinə ziyan vursun. Və davamında da qeyd edilir, Dermer yerinə müşavir kimi heç kim gətirmədi. Ron Dermer'in özü müşavir idi ki, getdi Mossad rəhbəri oldu və heç bir müşavir də onun yerinə gəlmədi. O elə bir vəziyyəti idarə etmək üçün peşəkar deyil. Yəni Mossad rəhbərliyi öhdəsindən gələn bir insan deyil. Və sonda da deyir ki, o hamıya deyir, yaxın şərqi dəyişdirdik. Netanyahu hamıya deyir ki, yaxın şərqi və buradakı düzəni biz dəyişdirmişik. Problem ondadır ki, səhlənkarlıq, qürur, uyğun peşəkar komandanın olmaması və başqa amillərin təsiri altında o yaxın şərqi daha pis istiqamətdə dəyişdi. Bu da qəbul edilir ki, yaxın şərqin düzəni və qaydası və gedişatı dəyişdi. Amma Netanyahun dediyi kimi deyil. Yəni nə? Yəni İranın nüfusu və İranın köməyi ilə və İranın bundan sonra gücü ilə yeni bir orta şərq yaranır. Və bu da, bunlar deyirəm, hamısı Netanyahunun boyuna yıxmaq istəyirlər ki, desinlər ki, İsraili xilas edə bilsinlər bu müharibədən sonra, İsrail yaşasın. Netanyahunu qurban versinlər ki, İsrail yaşasın. İsrailin çox məşhur və çox nüfuzlu siyasətçilərindən də biri Yair Golan. O da bir paylaşım etmişdi. Deyir ki, İsrail üçün çətin bir səhərdir. Bu gün səhər saatlarında bunu paylaşmışdı. Bu səhər İsrail vətəndaşları ABŞ ilə İran arasında İsrail nəzərə almadan əldə edilmiş bir razılaşma ilə uyanırlar. ABŞ ilə İranın razılaşması var və İsrailin heç bir mənafeyi burada qorunmur. Heç bir şəkildə İsrail burada qorunmur və belə bir razılaşma ilə İsrail oyanır səhər. Bir imza ilə əskərlərimizin cəsarəti və döyüşçülərimizin qanı hesabına əldə etdiyimiz böyük hərbi nailiyyətlər məhv edildi. Bu isə Netanyahu kənarda dayanarkən baş verdi. Zəif, xəstə, təcrid olunmuş və təsirsiz vəziyyətdə. İlk öncə deyim ki, zəif, xəstə, təcrid olunmuş Netanyahu deyil, İsrailin özüdür. Bunlar qəbul etmək istəmirlər, amma şükür Allaha ki, hal-hazırda vəziyyət budur. Növbəti bir məsələ. Bunlar deyirlər ki, bizim əskərlərimizin, cəsarəti döyüşçülərimizin filan, yəni deməksə ki, vəhşiliklə, quldurluqla, cinayətlə belə bir mif yaratmışlar ki, dünya qorxurdu. Ən azından region İsraildən qorxurdu. Ərəblər qorxurdular, Misir qorxurdu, Türkiyə qorxurdu İsraildən ki, bu vəhşidir, vurur, belə edir. İran o mifi dağıtdı. Bu razılaşma ilə o mifin dağılmağını sübut etdi və möhkəmləşdirdi ki, davamlı şəkildə qalsın. Artıq bundan sonra İsraildən heç kim qorxmayacaq. Bundan sonra nə ərəblər qorxacaqlar, nə Misir qorxacaq. Erdoğan belə bundan sonra görəcək ki, İsrailə qarşı meydan oxuyur və böyük rəzəzlər oxuyur. Niyə? Çünki İsrailin mifi dağıldı. Bu onu deyir. Yəni illərlə əldə etdikləri, vəhşiliklə, cinayətlə əldə etdikləri o mifi İran dağıtdı. Sonra deyir ki, Trump elə bir razılaşma imzalayır ki, bununla ayətullahlar rejiminə milyardlarla dollar vəsait axıdılır, nüvə infrastrukturuna toxunulmur, ballistik təhlükə dəyişmədən qalır və Tehranın qatil rejiminə xilas etmə kəndiri atılır. Ballistik raketlər yerində qalır, nüvə infrastrukturları toxunulmur, İran çox güclü və çox böyük miqdarda vəsait alır, müharibənin qalibidir, gərək zərər ziyan alsın qarşı tərəfdən və bu da İsraillərin bağını çartladır. Bu uzun illər məğlubiyyətinin yekonudur. Yəni deyir ki, biz neçə illər, 7 oktyabrdan bu tərəfə bunlar ucuza gedirlər. Deyir ki, bu hadisə neçə illər məğlubiyyətinin yekonudur. Netanyahu illərlə xalqa cənab təhlükəsizlik obrazını satdı. Həmən o söz ki var, o mif ki var idi ki, biz təhlükəsizliyin cənabı, ağası, atasıyıq, bura qarşı bir güllə belə atıla bilməz, kim bizə güllə atarsa birinci havada ziyansızlaşacaq, sonra onlar peşman edəcək. Belə bir obrazı satırdı. Amma əslində İsrail tarixinin ən böyük strateji uğursuzluğunun atası oldu. Bunu kim deyir? Yair Golan deyir, İsrailli nüfuzlu bir siyasətçi. O, bir sərvətdir anlayışını yaratdı. Qətər pullarının köçürülməsinə icazə verdi.
diplomatiya meydanını tərk etdi, İsrailin ittifaqlarını dağıtdı və həqiqət onu tək qoyduğu anda üzə çıxdı. Yəni nə? Yəni ki, bunların bu uzun illər İrana qarşı apardıqları mübarizənin hamısı heçə çıxdı. Bunu deyir bu. Netanyahu Hamas üçün yaxşıdır, Netanyahu İsrail üçün yaxşıdır, Netanyahu Hizbullah üçün yaxşıdır, Netanyahu İsrail üçün yaxşı deyil. Yarıq olan axırda bunu belə açıqlayır. Baxın, İsrailin daxilində vəziyyət budur. İndi mən oxumaq istəsəm bəlkə yüzlərlə belə Twitterlər var ki, İsrailin tanınmış adamları tərəfindən yayılır və ən maraqlısı budur ki, bu dəqiqə qədər ki, mən sizlə danışıram, Netanyahu heç bir açıqlama verməyib, heç bir bəyaniyyə verməyib, mətbuata çıxış etməyib. Niyə? Çünki vəziyyəti ağırdır. Xahiş edirəm sizdən bu məsələni diqqətdən nəzərə alın ki, kim bu vəziyyətdən narazıdır? İsrail. Və qarşı tərəfdə kim bu vəziyyətdən güclü şəkildə çıxır çölə? İrandır və kim bu məsələdən narazıdırsa, onun niyyətləri və düşüncəsi haqqında bir daha düşünmək lazımdır. Əziz izləyicilər, bugünlük bu qədər. İnşallah ki, əzadarlıqlarınızda və ibadətlərinizdə bizi unutmayasınız, dualarınızdan bizi əsirgəməyin. Növbəti bir görüşə qədər böyük və mehriban Allaha tapşıram sizi. Sağ olun, Allaha əmanət olun.